Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində ev çıxdı satışa. 3 sot yarımın içində ev, 3 otaqlı ev. 55.000 manata. 55.000 manatdan ev sahibi özü endirim eləyəcək. Torpağın çıxarışı ilə satılır. Qaz sayğacı, su sayğacı, işıq sayğacı var. 3 otaqlı evdir. Kanalizasiyasındakı mərkəzi kanalizasiyadır. Ərazi də bilirsiniz haradır. 2 nömrəli məktəb var, böyük məktəb. 2 nömrəli məktəbdən hardasa bir 450 metr, 500 metr məsafəsi heç olmaz. 2 nömrəli məktəbdən hardasa bir 450-500 metr məsafəsi var. Bax, belə vəziyyətdə olan bir evdir. 55 min manata satışa çıxarılıb. Hal-hazırda da bağdan başlamışsınız çəkiliş eləməyə. Baxırsınız, köhnə ağacları, bir dənə oradan da bəri çəkin. Yəni, şəxsi özləri üçün tikilmiş evdir. Bu tərəfi çəkin, mənə tərəf. Şəxsi özləri üçün tikilmiş evdir. Çoxdan evdir. Yəni, neçə il olar bu ev tikilib? 15-16 ilin evidir, təsəvvür edin. Bütün meyvə ağaclardır. Bax, bu nədir? Yapon əzgilidir, nardır. Oradakılar nədir? Karalyokdur, tutdur, armuddur, alma ağacı da var. Torpağı da münbit torpaqdır. Evimizin də dörd bir tərəfinə fırlanmaq olur. Evimizin dörd bir tərəfinə fırlanmaq olur. Padvalı da bax, buradadır. Bu da padvalıdır. Gəlin, baxın. Bax, padvalıdır. Qoşadaş kubiklə tikilmiş evdir. Stiklavatı, atmaların sıx-sıx atılmağını görürsünüz. Qupquru ərazidir. Padvalında istəsiz ayaq üstə də durmaq mümkündür. Bax, belə. İzah elədim sizə. 55 min manatadır. Bağı da belə qəşəng dəmirlə ayırıblar. Buradan bir piləkən qalxıb gəlirik həyətimizə. Yəni, həyət necə? Maşın saxlamaq üçün yerdə. Bax, burada da xüsusi metlər, tamet vurulub. Burada bizim trapımızdır. Salam verəsin. Burada bizim trapımızdır. Yəni, tamet vurulmuş yerdir. Maşın saxlaya bilərsiniz. Orada bağdır. Əkin əkmək üçün yeri var. Evimizin dörd bir tərəfinə fırlanmaq mümkündür. Bir də izah elədim. Oradan da yeri var. Gəlin, oranı göstərin. Kombini də bura qoyublar. Bax, görürsünüz. Ara məsafəni göstərin. Orada da kombi var. Evin arxasında da yer var da. 2 metrdə evin arxasında yer var. Neçə daş kürsülü? 1, 2, 3, 4, 5 daş kürsülü. Tam etlə bir yerdə 3 daş da 8 daş kürsülü. Burada tam eti çox yuxarı qaldırıblar, amma bağ biraz aşağıdır. 8 daş kürsülü ümumi evdir. Gəlin, daxil olaq evimizin içərisinə. Bax, evin içərisinə girdik. İşıqlar yanmır. Yanır, Bax, bir dənə buranı göstərin. Bax, hazır təmirli olunmuş hamam tualet bir yerdə, sanitar qovşağıdır. Buradan krişə çıxmaq üçün xüsusi yeri var. Sonra yavaş-yavaş gəlin, girin bura içəri. Bax, bura belə bir zaldır, qonaq otağı. Böyük bir zaldır. Görürsünüz, bax, böyük bir zaldır. Aboyu ucadır, hər bir şey, qapıları, polu qaydasındadır. Polu da ki, şam ağacından vurulmuşdur. Görürsünüz. Bax, belə bir zaldır. Zalın indi bu tərəfindən çəkin. Zalımızın bir tərəfində belə xüsusi bir yer ayrılıb. Burada da mətbəxdir. Aspirator, qaz peçi, kuxuna mebeli, suyumuz, qazımız, hər şey qaydasındadır. Hər şey qaydasında. Yaşayış evidir, yəni neçə illərdir burada yaşayırlar. İndi gəlin yataq otaqlarına baxın. 3 otaqlı evdir. Necə? 3 otaqlı evdir. Bu bir yataq otağıdır. Gəlin buraya içəri. Bu bir yataq otağıdır. İstəsiz asvici eləyə bilərsiniz. Burada yaşayırlar. Çoxdan təmir olunmuş evdir. Bu da bir yataq otağı. Bu da bir yataq otağı. Baxın. Bu da bir yataq otağı. Bax belə. Sonra seksiya radiatorları var. Baxın, radiatorları göstərin. Bir də buradan gəlin zəmətimizi qoşadaş olmağını göstərək. Pəncərədən də bir dənə baxsınlar. Bax, buradan bir dənə göstər pəncərənin qalınlığından. Görürsünüz. Buradan da öz həyətinə baxın. Görürsünüz, bax, bütün ağaclardır. Evimizin hər bir tərəfindən harana fırlanırsınız, öz həyətinə baxır. Bütün də həyəti meyvə ağacları. Yəni, buradan da baxmaq olur. Bu pəncərədən də açırsınız qəşəng. Bax, öz həyəti görsəniz. Görürsünüz, nə qəşəng səliqə sahmanlı yerdə. Bir də izah edirəm. Zəhmət olsa mənə tərəf tutun. Bir də izah edirəm. Saray qəsəbəsində 2 nömrəli məktəb var, böyük məktəb. O məktəbdən bir 500 metr məsafə olar, heç olmaz. Olmaz, hələ bəlkə də az olar. Çünki gələndə burada mən göstərəcəm sizə. Ayaqla ilə gəzə-gəzə düşəcəyi məktəbə. Torpağın çıxarışı ilə satılır. 55 min manatadır. Qaz, su, işıq sayğacımız var, ev telefonları var, interneti var, Wi-Fi var, kombisi var, radiatorları var, kuxuna mebeli var, qaz peçi, aspirator. Hazır yaşayış evidir. Əşyalarınızı götürün, gəlin, bu evi alıb-sat gelin, çetirin öz adınıza. Allah sizə 1000 qat bu evdən xeyir versin. 55 min manatdan endirim eləyəcəksiniz də. Hələ yenə də endirim olunacaq 55 min manatdan. Ona görə deyirəm ki, tələsin, tez gəlin bu evə baxın. Sağ olun.